Salamlar. Bugünləri sizə belə bir şey göstərmək istəyirəm. Deməli, organik məhsullardır. Burada qiymətləri görürsünüz. Buradan barkodla da ödəniş eləyə bilirsiniz. Və ya bura kəş olaraq içəri atırsınız. Burada paketləri var. Pomidordur, biberdir. Burada isə bir balaca soyuducu var, yumurta. Burada qabları var, istəsəz buradan götürə bilərsiniz. Belə bir kənd yeridir. Yəni bu bir növ məncə biraz insanlara biraz daha güvenilir tərəfindən bir satış keçirirlər. Yəni çünki biraz organik məhsullar da açığı daha digərlərinə görə nisbətən baha olur. Amma tələbat var yəni organikə. Burada da not kimi yazıblar ki, işlətməmiş qabaq yuyun. Çünki organikdir, tozludur ona görə. Belə.